İkinci sınavın izahlarına baxaq. Deməli, birinci sualda sizə verib ki, cismin impulsunun zamanında asılı qrafikini əsən kilometrdə hansıları hesablana bilər? Əgər bizə P-nin T-dən asılı qrafiki verilibsə, bilirik ki, delta P bərabərdir F delta T-dir. Deməli, delta P bölünsün delta T nisbəti bizə təsir edən qüvvəni verəcək. Birinci, bir də ki, delta P zaten cismə təsir edən qüvvə impulsunun özüdür. Deməli, ikincini də tapmaq olur. Amma cismin təsirini tapmaq üçün mütləq bizə kütlədə verilməlidir. Ona görə 3 olmaz. 1 və 2 A variantı. Daha sonra M kütləli cisim radyo çevrə boyunca bərabər sürətlə hərəkət edir. Cismə təsir edən mərkəzi qaçma qüvvəsi F olarsa, cismin impulsunu hansı ifadə təyin olunur? F bərabər MA-dır. Deməli, A-nın yerinə yazırıq V kvadrat bölünsün R. V-nin də yerinə, deməli, P bərabər MV-dən V-nin yerinə yazacaq P bölüm. Onda düsturumuz belə olar. F bərabərdir. M vurulsun P kvadrat bölünsün M kvadrat olduğuna görə bunu da kvadrat yazmaq lazımdır. Aşağıda da bir R-imiz qalmışdı. R-də yazaq bura. M-lərin biri geçsin. Belə bir ifadə aldıq. F bərabərdir. P kvadrat bölünsün M-R. Deməli, P də buradan bərabər olacaq. Kök altında F vur M-rə. A variantı. 3-də. Deməli, üçüncü sualda bizə verib ki, cisimlər şaquli istiqaməti yuxarı atdıqda onların uçuş müddətləri arasında hansı münasibət doğrudur? Havanın müqavimət qüvvəsi nəzərə alınmışsa kütlələrə baxmırıq. Tez uçuşun düsturu 2V0 bölünsün J-dir. Yəni V0-la xətti düz mütənasib asılı olmuş olacaq. Ona görə də ikinci və üçüncü bir-birinə bərabər, birdənsə böyükdürlər. D variantı. Watt vur saniyə bölü metr. Watt vurulsun saniyə isə həm verir Newton metri, həm də verir Joule. Elə qısa konkret Newton vur metr yazaq yerinə. Metrlər geçsin, qalsın Newton. Olacaq qüvvənin Y variantı. 5. Planet ətrafında fırlanan süni peyk üçün birinci kosmik sürət asılıdır. Birinci kosmik sürətin düsturu Jm bölünsün R. Daha sonra Jm bölünsün R üstə gəl H və ya kök altında Jr yazmaq olar. Nə görürüksə onlardan da asılıdır. Baxaq. Planetin kütləsindən buradakı M planetin kütləsidir. Süni peykin kütləsindən burada süni peykin kütləsini yazmamışıq. Planetin səthindən olan məsafədən, bəli, planetin səthindən olan məsafədən də asılıdır. Ona görə də 1 və 3-ü götürürük A variantı. 6-da impulsu P olan A cismi O nöqtəsində 2 hissəyə bölünür. A cismi impulsu budur. P1 olarsa birinci hissənin impulsu, bunu qeyd etmək istəyib P1. İkinci hissənin impulsunun vektorun istiqaməti hansıdır? Birincisi bilmək lazımdır ki, ilk impuls mütləq son impulsa bərabər olmalıdır. Bunlar həmişə impulsun saxlama qanunu ödənməlidir. Birincisi baxaq, impulsumuz, bizim ilk impulsumuz 1-in 1-ə nisbətindədir. Baxın, bir sağa, bir də aşağı. Bu qorunmalıdır. Verilən P1, yəni A2 qəlpəyə parçalanmışdır. Birinin istiqamətini verib. Deməli, bir aşağı, bir də sola verib. Deməli, baxın, bizdə aşağı var idi. İndi də var aşağı. Amma bizdə bir sağa idi, bu verib bir sola. Qorunması üçün, deməli, baxın, aşağı var. Aşağı artıq bizdə olmayacaq, çünki aşağı aşağını ödədi. Qaldı ki, bizdə bir sağı olmalıdır, amma bu bizə bir sola verib. Biz də 2 sağ götürməliyik ki, 2 sağ, bir sol, bir-birinə aparsın, bir sağ qalsın. Deməli, olacaq 3-cü vektor. B variantı. Yəni, ilk sona bərabər olmalıdır. Həm qiymətcə, həm də istiqamət qorunmalıdır. 7. Cisim sabit F dartı qüvvəsinin təsir altında bərabər təcili hərəkət edir. Bu qüvvənin gördüyüşün zamanı asılı qrafika hansıdır? Deməli, belə deyək də, burada sizə verməlidir ki, yalnız F dartı qüvvəsinin təsiri ilə hərəkət edir. Əgər yalnız F dartı qüvvəsinin təsiri hərəkət edirsə, hərəkət olacaqdır bərabər yeniləşən. A bərabərdir F vurulsun S-dən. S-in yerinə AT kvadrat bölgü və ya V0 üstügən AT kvadrat bölgü yaza bilərdik. Hərəkət olacaqdır. Necə ki, A S-dən xətt asıdır, S-də T-dən necə asıdırsa, həmin cür qrafik götürməliyik. Olacaqdır A variantı. Yox, əgər sistemdə sürtünmə də varsa, hərəkət yavaşyandırsa, onda belə deyək də, qrafik olmalıydı, yavaşyanın qrafiki D variantı. Çünki yer dəyişməmiz nədirsə, burada F vurulsun S-də, yer dəyişməmiz nədirsə, V0T çıxılsın AT kvadrat bölgü yazsaydıq, yavaşyanın qrafikini götürməli olacaqdır D variantı. Ona görə, məsələn, D variantını verməsəydi, hansı uyğundur yazsaydı, A variantını götürmək olardı. Yenə də çatışmazlıq var. Ona görə biraz diqqətli olmaq lazımdır. 8. Şaquli istiqaməti yuxarı atmış cismin kinetik enerjisi 20 joule azalarsa, yazılmalıydı, havanın müqavimət qüvvəsi nəzərə alınmır, yazılmayıb. Deməli, 20 joule azalarsa, birincisi bilirik ki, nəyə görə edirəm havanın müqaviməti? Əgər havanın müqaviməti kənar təsirə nəzərə alınmırsa və yazılmalıda hərəkəti yalnız ağırlıq qüvvəsi təsiridir, tam mexanik enerjini dəyişməz götürməliyik. Yəni, məsələdə 8-də 10 soruşmaq istəyib bizdən, amma şərti verməyib. Deməli, kinetik enerji 20 joule azalırsa, cisim yuxarı qalxdığından həmin o azalma verilirdi potensiala. 20 joule artır, tam mexanik enerji də dəyişmirdi. 9-da cisimə təsir edən ağırlıq qüvvəsi asılıdır. Ağırlıq qüvvəsinin düsturu M vurulsun J-dir və ya J vurulsun M1, M2 bölünsün R üstə gəlsin. H-ın kvadratıdır.
ümumilikdə yazdım, bütövlükdə düsturu. Cismin kütləsindən asılıdır. Təcilindən, yəni təcil deyil, sizdən A-dan gedir söhbət, ondan asılı deyil. Sizə məsələlərdə verir. MC plusa, MC minusa yazmaq olmaz ağırlığa. Sürət də yoxdur burada. Yer səthinə olan hündürlük asılıdır. 1 və 4, 1-4 D variantı. 10 nömrəli tapşırıqda çəkisi nəzərə alınmayan yayların potensial enerjiləri arasında hansı münasibət doğrudur? Deməli, bilir ki, yayda yaranan elastiklik qüvvələri KX-lar MJ-yə bərabər olur. Bu da MJ, bu da MJ, daha sonra bu da 2 MJ-dir. 2 MJ sadəlik üçün 1 MJ-yə F, 2 MJ-yə də kef deyib potensial enerjilərimizi müqayisə eləyək. Deməli, potensial enerji bərabərdir F kvadrat bölü 2K-dır. Yəni, F-in kvadratı ilə düz, K ilə isə tərs mütənasib asılı olmuş olacaq. Ona görə də gəlin baxaq. Birinci halda düsturumuz asılıqla yazsam, yəni düsturumuz F kvadrat bölü 2K-dır. Həmin o 2-ni yazmıram mən burada sadəlik üçün. Deməli, birinci halda elə F kvadrat bölünsün K olacaq. İkinci halda F kvadrat bölünsün 2K olacaq. Deməli, ikinci halda olacaq F kvadrat bölünsün 2K. Üçüncü halda isə 4F kvadrat, buraya keyf yazmışdıq, bölünsün 2K olacaq. 4F kvadrat bölünsün 2K. Yenə deyirəm, məsələnizdəki 2-ni yazmadım. İxtisar gedənlər varsa aparaq, burada ixtisar getdi, qaldı 2F kvadrat bölünsün K. Gördüyümüz kimi üçüncü böyükdür 1-dən, o da böyükdür 2-dən, amma görək deyəsən elə bir cavab yox idi burada. 3 böyük 1-dən, o da böyük 2 olmalıdır. Belə bir düzəliş eləyək, bunu götürək. Elə bir cavab görmürəm mən hal-hazırda burada. 11-də yer səthindən H1 hündürlükdə sərbəst uçma təcili J1 bərabər J0 bölü 4, H2 hündürlüyündə isə J2 bərabər J0 bölü 9 olarsa H2 minus H1 fərqini hesablayın. J0 yer səthində sərbəst uçma təcili, yerin radiusudur. Deməli, uşaqlar, bilirsiniz də yəqin ki, bunun artıq tez bazar hazırlama üsulunu. Əgər sərbəst uçma təcili 4 dəfə azalıbsa, həmin o 4-ü salırsınız kök altına, çıxırsınız 1-i, vurursunuz yerə, alırsınız hündürlüyünüzü və ya istəsəz düsturunuzu da yaza bilərsiniz. Hesablama apara bilərsiniz. Deməli, 4-dən çıxırıq 1 qaldı. 4-dən çıxırıq 2-dən 1 çıxdıq, qaldı 1. Deməli, birinci dəfə 1 hündürlüyündə olub, H1 1-dir. H2-ni də eyni qayda tapsaq, 9-u salsaq kök altından çıxırıq, 3-dən 1 çıxsaq olacaq 2R. Bizdən H2 minus H1 istəyir, yəni 2R minus R olacaq R. Daha sonra elastiklik qüvvəsi üçün hansı ifadə doğrudur? Elastiklik qüvvəsi konservativ qüvvədir, çünki potensiallı qüvvədir. Gördüyü iş yalnız yer dəyişmədən asılıdır. Biri götürürük, ikini sildik ona görə. Cismin deformasiyası zamanı yaranır. Təbii ki, cismin deformasiyası zamanı yaranır. Elektromaqnit təbiətli qüvvədir. Bu da doğrudur. 1-3-4 A variantı. Sürtünmə qüvvəsi də, elastiklik qüvvəsi də. Bunlar elektromaqnit təbiətli qüvvələrdir. Reaksiya qüvvəsidir, çəkidir. Bunlar hər biri elektromaqnit təbiətli qüvvələrdir. Ağırlıq qüvvəsi qravitasiya təbiətli qüvvədir. 13-də ağırlıq qüvvəsinin təsiri nəticəsində cismə dayaq və askı tərəfindən. Baxın, cismin dayaq askıya göstərdiyi yox, cismə göstərilən dayaq və askı tərəfindən təbii ki, dayağın reaksiya qüvvəsi Y variantı. 14 şaqlı aşağı yönəlmiş 2 metr saniyə kvadrat təzə hərəkət edən liftdə 20 kq kütlə cisim təsir edən 20 kq kütlə cisimə təsir edən ağırlıq qüvvəsi və cismin çəkisini ağırlıq qüvvəsini bayaq da qeyd etdik. MJ-də MJ plusa, MJ minusa getməz olur. Çünki elə oradakı MJ ağırlığındır. Çəki isə aşağı yönəlmiş təcillə deyirsə əgər MJ minus A-dır. M vurulsun, J çıx A-dır çəkimiz. Deməli, MJ olacaq 200 Newton. MJ minus A olacaq 20 vurulsun 860 Newton A variantı. 15. Cismin impulsu, cismin kinetik enerjisi Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Skalyar kəmiyyətdir. Kinetik enerji həmişə sürət istiqaməti yönəlir. İstiqaməti olan impulsdur. Getdi impulsa. Cismin sükunətli olduqda 0-a bərabərdir. Bəli, hər ikisi, çünki ikisi də sürətdən asılıdır. Biri MV-dir. Biri isə MV kvadrat bölünsün 2-dir. Dəyişməsi cismə təsir edən qüvvənin işinə bərabərdir. İşə bərabər olan təbii ki, kinetik enerji olacaq. Cismin kütləsi düz mütənasib asılıdır. Hər ikisi də cismin kütləsi ilə düz mütənasib asılıdır. 5 də getdi ortaya. Deməli, belə bir nəticə aldıq. 2, 1, 4, 3, 5 A variantı. Sonra 16 kub formalı cisim üfüqi müstəvidə sürüşür. Kubu tilinin uzunluğu 2 dəfə kiçik olan eyni materialdan hazırlanmış kubla əvəziyyətdə sürtünmə əmsalı necə sürtünmə əmsalı yalnız hazırlanmış materialın növündən asılı, yəni materialların kələ-kötürlüyündən asılıdır. Ona görə də dəyişməz, yəni cismin kütləsindən, onun həndəsə ölçülərindən asılılığı yoxdur. Verilmiş radiusu çevrə üzrə fırlanan cisim kinetik enerjinin tezlikdən asılılığı, kinetik enerjinin düsturu MV kvadrat bölü 2-dir. V-nin yerinə 2 pi nü r yazsaq, görərik ki, kvadratik asılı olmuş olacaq. Baxın, buradan yazıram. M vurulsun 4 pi kvadrat, nü kvadrat, r kvadrat bölünsün 2. Kvadratik asılıdır. A variantı. Hansı cihazın iş prinsipi hüquqlarına əsaslanır? Yaylı dinamometrin iş prinsipi hüquqlarına əsaslanır. 19-da mühərrikin gücü 20 kW. N bərabərdir 20 vurulsun 10 üstü 3.
80 Suna su 80 ton suyu M bərabər 80 vurulsun 10 üstü 3 kiloqram. 6 metr hündürlüyə H bərabər 6, 8 dəqiqə T bərabər 8 vurulsun 60 saniyə. J-ni verib 10, deyir faydalı şəmsalın hesabla. Təbii ki, faydalı şəmsalın düsturu MJH bölünsün. N vurulsun T vurulsun 100%'dir. Bərabərdir. İndi hesablamamızı aparaq, amma yuxarıdan aparacağım hesablamanı yer olsun deyə. Gəlin buradan yazaq. Sayda sualda hesablamadır. Deməli 80 vurulsun 10 üstü 3, vurulsun J-nin yerinə 10, H-ın yerinə deməli yazırıq neçə? 6 metr yazmışdı, 6. Bölünsün NT, N 20 vur 10 üstü 3'dür. T 8 vurulsun 60 idi. 8 vur 60. İxtisarlarımızı aparaq. Deməli 8'lər getsin, burada qalsın 10. 60'lar getsin. Daha sonra vurulsun 100%'imiz var idi. 10 üstü 3'lərimiz getsin. Burada 60 getmişdi. Buradan da 68 getmişdi. Burada qalmışdı 10. Deməli bu 100'ün sıfırı ilə 20'nin sıfırı getsin. 10'dan 2 getsin, qalsın 5. 5 də vuranda onu 50% B variantı. 20. Yaya təsirdən qüvvə 2 dəfə azalarsa, yayın sərtliyi və potensial enerjisi sərtliyi asılıdır materialın növündən və həndəsə ölçülərindən, bu düsturdan asılıdır. Ona görə qüvvəni dəyişdikdə sərtlik dəyişməz. Potensial enerji isə F kvadrat bölü 2K-dır. K dəyişmir. F-nənsə kvadrat kası 2 dəfə azalırsa, o 4 dəfə azalacaq. A variantı. 21. Deməli, radiusu 3400 km olan planetin səthindən 600 km məsafədə dairəvi orbit üzrə fırlanan süni peykin sürəti 4 km/saniyə olarsa, həmin hündürlükdə sərbəst uçma təcilini hesablayın. Sürətin belə bir düsturu var dedik. Birinci kosmik sürət J vurulsun R-dir. R unutmayaq ki, məsafədir. Ona görə də məsafədir isə R-in yanına tez R üstə gəl H yazıb hesablamalarımızı apara bilərik. Yəni bizə lazımdır ümumi məsafə. Deməli burada 4 km/saniyə, yəni 4 vurulsun 10 üstü 3 bərabərdir. J-ni bilmirik. R üstə gəl H-da bizdə eləyir. Deməli 4000 kilometr, yəni 4000 kilometr 4 vurulsun 10 üstü 6 metr. Hər tərəf kvadrata yüksəltsək 16 vurulsun 10 üstü 6 bərabərdir. J vurulsun 4 vur 10 üstü 6. 10 üstü 6'larımız gedər, 4'lər gedər. J-ni alaraq 4 metr bölünsün saniyə kvadrata. Daha sonra 22. Cisim sükunət vəziyyətində əvvəlcə bərabər yayınlaşan, sonra bərabər sürətlə hərəkət edir. Hansı qrafik cismin kinetik enerjisinin getdiyi yoldan asılığına kinetik enerji. Kinetik enerjinin dəyişməsi görülən işə bərabərdir. İşin də düsturuna, işin də yerinə F vurulsun S yaza bilərik və ya F vurulsun L yaza bilərik. Aha, deməli kinetik enerji L-lə xəttdə asılıdır. Əgər belə deyək də, bərabər yeniləşən hərəkətdirsə, kinetik enerji də artmalıdır. Sadəcə xətti olaraq artacaq. Amma bərabər sürət hərəkətdə sürət dəyişməkdən kinetik enerji də dəyişməz. Olacaq A variantı. 23. 2 metr saniyə kvadrat tərzdə hərəkət edən cismin kinetik enerjisinin zamanında asılı qrafikinə əsasən cismə təsirdən əvəzləyici qüvvəni hesablayın. Yeni yazırıq. Delta YK bərabərdir F vurulsun S. S-in də yerinə AT kvadrat bölü 2 yazaq. Delta YK bərabərdir F vurulsun AT kvadrat bölü 2. Nəyə görə V0-da yazmıram? Hərəkətə sıfırdan baxacağım. Yəni YK sıfırın yenə sıfır yazdım. Sükunətdən hərəkətə başlamış kimi. AT kvadrat bölünsün 2. Fərqi yoxdur. İstəyirsiniz 200 ilə gedin, istəyirsiniz 800 ilə gedin. Amma başlanğıcı sıfır götürməyi unutmayaq. Gəlin ikisini də yoxlayaq. Deməli 200 bərabərdir. F vurulsun. A-nın yerinə 2. T-nin yerinə burada 1 yazırıq. Bölünsün 2. 2'lər getdi. F200 tapmış olaraq. İndi gəlin 800 ilə yoxlayaq. Deməli 800 bərabərdir. F vurulsun 2. Təcilin yerinə T-nin yerinə artıq 4. T kvadratıdır. Bölünsün ki 2'lər getdi. Deməli 800 də 4'ə bölürük. Qalacaq ki, deməli F olacaq 200 Newton. 24. Kütləsi 4 kiloqram olan cisim F bərabər 28 Newton qüvvənin təsirilə 2 metr bölü saniyə kvadrat təcili hərəkətə başlayır. Cisimlə səthi arasındakı sürtünmə əmsalı nə qədərdir? Deməli, tənliyimizi yazaq. Hərəkətə başlayır. Hərəkətə başlayırsa mütləq hərəkət yeniləşən olacaq. MA bərabərdir. F dartı çıxılsın. F sürtünmədən bilir ki, F dartı, F sürtünmə bir-birinin əksinədir və burada F sürtünməni düsturu bilirsiniz ki, mü vurulsun N-dir. Hal-hazırda da N bərabərdir MJ-yə. Ona görə düstur olacaq mü MJ. Mü MJ. Mü MJ. Deməli, sürtünmənin yerinə mü MJ yazmaq lazımdır. Baxaq, MA. MA olacaq 8 bərabərdir 28 çıxılsın mü MJ-yə. Münü bilmirik. M neçə idi? M4'dür. J'dəki 10'dur. 28'dən çıxırıq 8-i qar 20. Aşağıdan yazıram. 20 bərabərdir 40 müyə
Buradan da sıfırlar geçsin. 2-ni də 4-ə böləndə alırıq ki, mü bərabər 0,5 vahidi yoxdur. Adsız fiziki kəmiyyətdir. 25. Hansı ifadələr doğrudur? Elastiklik qüvvəsinin işi mənfi olarsa, yayın potensial enerjisi azalır. Əgər iş mənfidirsə, potensial enerji artır, kinetik enerji azalır. Sərtliyinə işimiz yoxdur, yenə deyirəm, sərtlik dəyişmir. Bir də ki, əgər potensial enerji artırsa, deməli elə elastiklik qüvvəsi də artır. 2, 4, 6. Aha. Çünki potensial enerjinin artmaq o deməkdir ki, yay deformasiya eləyib. Yay deformasiya eləyibsə, deməli elastiklik qüvvəsi artacaq f(x)dan. F bərabər kx-dan. Deformasiya o deməkdir ki, x dəyişib, x var, x artıb. Yəni cismin belə deyək də mütləq uzanması var. 26 cisimlər qeyri-elastik toqquşmadan sonra onların toplam kinetik enerjilərini hesablayın. Toqquşmadan sonraki kinetik enerji sistemin kütləsi bilir ki, qeyri-elastik toqquşmadan sonra bunlar bir yerdə hərəkət edəcək. Ona görə sistemin kütləsi m1/m2 vurulsun v sonun kvadratı bölünsün 2-dir. Ona görə birincisi son sürət tapmaq lazımdır. Bilirsiniz ki, yekun impulsu kütlələrin cəminə bölmək lazımdır, amma impulsların vektorial cəmini unutmayın. Ona görə də istiqamətə fikir vermək lazımdır. M1 V1 15 çıxılsın, əslində üstə gəlsin. Mənfi M2 V2 sadəcə uzatmıram. Onsuz da bilirsiniz artıq hazır düsturları. 5/2 10 bölünsün 5 kiloqrama. M1 üstə gəl M2. 15-dən 10 çıxırsınız 5, 5-də 5-ə bölürsünüz 1. Deməli, sürətin yerinə 1 yazmaq lazımdır. Bərabərdir. M1 üstə gəl M2. 3 kiloqram üstə gəl 2 kiloqram 5 vurulsun 1-in kvadratı bölünsün 2-dən alacaqsınız. 2,5 joule. Daha sonra 27 nömrəli tapşırıq. Cisim şaquli istiqamətdə hərəkət edir. Liftlə bir yerdə yazsa lap yaxşı olardı. Cavablar da düzdür verib onu. Deməli, deyir ki, burada cismin çəkisi ağırlıq qüvvəsinin, yəni mg-dən böyükdür. mg-dən onda böyük olar ki, cisim liftlə birlikdə, yəni dayaqla birlikdə yuxarı yeyinləşən, aşağısa yavaşlayan olsun. Aşağı yavaşlayan. Daha sonra, amma çəki mg-dən onda kiçik olar ki, cisim aşağı yeyinləşən, yuxarı yavaşlayan olsun. mg onda bərabər olar ki, cisim sükunətdə olsun, sükunətdə və ya bərabər sürətlə hərəkət etsin. Dayaqla bir yerdə mg-yə bərabər olacaq. İndi baxaq. Cisim dayaqla birlikdə yuxarı yeyinləşən hərəkət edir. Yuxarı yeyinləşəndə dedik mg-dən böyük olacaq. Ona görə 1-ə getdi A. Bir də aşağı yavaşlayan görə aşağı yavaşlayan verib. Yuxarı yavaşlayan var, aşağı yavaşlayan yoxdur. Sonra cisim dayaqla birlikdə yuxarı yavaşlayan deməli olacaq mg-dən kiçik. Ona görə yuxarı yavaşlayan görək hardadır. Harda oxuduğunu B-də oxuduq. Aha. B getdi, A getdi. C-də sərbəst düşmədə 0 olur. Burada yoxdur. Cisim aşağı sürətlə. Cisim aşağı bərabər sürətlə hərəkət edir. Bərabər sürətli hərəkətlərdə mg-yə bərabərdir. D variantı. Cisim dayaqla birlikdə aşağı bərabər yeyinləşəndə də dedik ki, olacaq kiçik. Deməli, Y də gedəcək ikinciyə. Deməli, cavabımız belə oldu. Gəlin, yenidən yazın bunu. Qarışıq oldu. Deməli, 1, 2, 3. Cisim dayaqla birlikdə yuxarı yeyinləşən getdi birinciyə. Çünki yuxarı hərəkət etdikdə yuxarı bərabər yeyinləşəndə məsələn düsturumuz mg plus A-ydı. 1-ə getdi A. Dayaqla birlikdə yuxarı yavaşlayan artıq olacaq mg-dən kiçik 2-yə getdi B. Sərbəst düşürdə 0 idi. Cisim aşağı bərabər sürətlə hərəkət edir. Cisim aşağı bərabər sürətlə o getdi 3-cüyə. Cisim dayaqla birlikdə aşağı bərabər yeyinləşən hərəkət edir. Aşağı bərabər yeyinləşən də olacaq mg minus A, yəni ikinciyə getmiş olacaq Y. A. D-ni hara yazdıq? D-ni bura yazdıq. C-ni yazmamışdıq. A, B, Y, D. Daha sonra OX oxu boyunca hərəkətə başlayan kütləsi n bərabər 1 kiloqram cisim təcrid praksisinin zamanı asılı qrafika verilmişdir. Cisim 6 saniyə ərzində necə hərəkət edir? Cavabınızı əsaslandırın. Hərəkətə başlayan yenə deyirəm, yeyinləşən deməkdir. Və V0 0 qəbul edək. Çünki hərəkətə başlayır. V0 0-sa təcrid müsbətdir. Təcrid müsbətsə hərəkətimiz x oxu istiqamətində sayılacaq. V0 0 olduğundan təcrid istiqamətinə baxırıq. Deməli, əvvəlcə hərəkət yeyinləşən olduğuna görə S-in üstü olacaq AT kvadrat bölünsün 2-dir cavabınızı əsaslandırın. Və hərəkət yeyinləşən olduğuna görə, sıfırdan başladığına görə hərəkət yeyinləşəndir. Bizə nə istəyirdi burada? Necə hərəkət edir? Deməli, birinci olacaq bərabər yeyinləşən, təcrid sabitdir, ona görə də bərabər yeyinləşən. Daha sonra isə sürətin müsbət olmağına baxmayaraq, bu təcidin istiqamətini dəyişib. Əks istiqamətdə. Deməli, növbəti 2 saniyə ərzində isə 4 saniyə ərzində oldu bərabər yeyinləşən. Növbəti 2 saniyə ərzində isə olacaq bərabər yavaşlayan. Çünki təcrid istiqamətini dəyişdi, sürət isə müsbət idi. Təcrid mənfi olduğuna görə hərəkət olacaq bərabər yavaşlayan. 6 saniyə müddətdən cisimə tərsinin əvəzləyici qüvvənin işini hesablayın. A bərabər
delta YK ən gözəl üsul. Delta YK nə deməkdir? YK son, yəni son çıxılsın başlanğıc. Başlanğıcda cisim sükunətdə olduğuna görə YK 0,0 olacaq. Yalnız bərabər olacaq YK-ya, yəni MV kvadrat bölünsün 2-yə. M deməli verilmişdir sizə 1 bölünsün 2. V-ni tapaq. Deməli, V necə tapırsınız həmişə belə qrafiklərdə? V bərabərdir. V0 üstə gəlinsin. A1, T1 üstə gəlinsin. A2, T2 və s. Yəni son sürəti tapıram. 6-cı saniyəyə uyğun sürət tapıram. Bərabərdir. V0 0 idi, getdi. A1-in yerinə 2, T1-in yerinə 4 yazırıq. Üstə gəlinsin. A2-in yerinə -2, T2-in də yerinə 2 yazırsınız. Deməli 2 vur 4 8, 8-dən də 4 çıxırsınız. Üzr istəyirəm, 4 idi təcil. 4 vur 4 16, 16-dan da çıxırsınız 4 olacaq 12. Deməli sürətimiz oldu 12. Gətirib qoyaq burada yerinə, vurulsun 12-nin kvadratı, yəni 144, 144 2-yə bölsə olacaq 72 joule. Sonra 30 koordinat oxları üzərindəki əməliyyatların qiymətini göstərməklə cismin impulsunun proyeksiyasının zamanı asılı qrafikini çəkin. Deməli, ilk anda sükunətdən başlamışdı. Qrafika 0-dan başlayacaq. 6 saniyə ərzində yeyinləşən idi. Yoxsa 4 saniyə idi. 4 saniyə ərzində yeyinləşən idi. Növbəti 6 saniyə, 2 saniyə ərzində isə yavaş hərəkət eləmişdi. Deməli, qrafikimiz gəncə ki, 4 saniyə uyğun yeyinləşən, sonra isə yavaşlayan idi. Amma 0-a çatmamışdı. Müəyyən bir qiymətdə dayanmışdı. Deməli, birinci halda, baxın burada. T1-ə kimi sürət oldu 0 üstə gəl 8-dən 8. Sürət 8-dir, amma impulsu tapmaq lazımdır. P bərabər M vurulsun V-dir. 4-cü saniyə ərzində tapıram. M-in yerinə 1, V-nin də yerinə 8 yazsaq olacaq 8. Yoxsa 4 vur 4 idi, üzr istəyirəm, 16. Yenə 8 deyirəm. 4 vur 4 idi, 16. Oldu 16. Baxın, buraya yazıram 16. Sonra isə digər P-ni tapanda yenə M vurulsun V-dən. Sonda V nə olmuşdu? 12 olmuşdu, düzdürmü? Sonda aldıq ki, sürətin qiyməti 6-cı saniyədə 12-dir. Yenə də 6-cı saniyə uyğun impulsu tapanda 1 vurulsun 12 olacaq 12. Deməli, bu 12-yə kimi azaldı. Bu da sınaq 2-nin izahları.